Heidelberg şəhəri Frankfurtdan 100 kilometr məsafədə. Burada çox məşhur bir qala var. Üzərindəki yazılara istinadən 17-ci əsrin qalasıdır. Qarşı tərəfində indi oraya çatdığımda çəkəcəm. Uçmuş divarları var, yəni yerlə bir olmuş divarları var. Sadəcə olaraq yerli memarlıq qaydalarına görə tam uçmuş divarları qaldırıb yerinə qoymurlar. Qalan divarlarında sökülmə təhlükəsi ola bilər deyə. Tarixi orijinallığı ilə qorunmaq üçün. Dumanlıdır, yağışlıdır bugün. Orada funikulyor da vardı. Tam o təpənin üstünə 600 metr hündürlüyə qədər qalxdıq. Ətrafı da belə bir yaşıllıq parkdır. Çox gözəl bir mənzərə. Və turistlərin Frankfurt istiqamətindən gəldikləri, ziyarət etdikləri ən populyar yerlərdən biridir. Şəhərdən hal-hazırda bir 300-400 metr hündürlükdəyik. Payız və payızın rəngləri olduqca möhtəşəmdir. Almanya səyahətimizin son günüdür demək olar ki. Xüsusilə Uğur Production üçün Avropadan, daha doğrusu Almanya'dan son reportajımız. Gözəl payız və onun kontrastlı renk çalarları. Correct, correct, correct. A me piace il fatto che tu puoi trovare pantaloni cargo larghi, se dovete determinate magari scarpe con maglioni larghi, a me piace proprio l'abbigliamento verso l'uomo, capito? Poi, in alcune evenienze la camicia sì, ma a livello comunque uomo sì, diciamo a me piace tantissimo un uomo. Non so, tipo non sto andando a voi, no, diciamo, queste sfide d'oro,